Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil Alemin. Vessalatu vesselamu ala Resulillahil Emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibine tahirinel masuminel mükerremin. Usikum ve nefsi bi təqvallah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Razılıq məqamı haqqında keçən cümə günü danışırdıq. Və bugün də Allahın köməli ilə bu mövzunu davam etdiririk. Keçən həftə qeyd elədik ki, Allah insana nəzər yetirərkən onda görmək istədiyi ən mühüm hal, vəziyyət, razılıq vəziyyətidir. Bu çətinliklə dolu dünyanın dərd-qəminə razı olmaq, bütün vücudu ilə insanın bu problemlərə, çətinliklərə, sıxıntılara razı olması insanın ən gözəl, ən mühüm xüsusiyyətlərindən biridir. Razı olmaq problemlərə təslim olmaq deyil. Razı olmaq problemin həllinə çalışmamaq deyil. İnsan razı olaraq problemlərin həll edilməsi istiqamətində addım atır. Mən bir məsələyə işarə elədim, amma suallar verilir deyə bugün yenə də o mövzuya qayıtmaq istəyirəm. Razılıq mövzusunun daxilində bu mövzuya da yenə də qayıtmaq istəyirəm. Sual verilir ki, keçən dəfə mən buna işarə elədim, amma deyəsən qane eləməyib. Sual verilir ki, əgər biz bir şeydən razıyıqsa, niyə dua eləməliyik o zaman? Biz bir haldan razıyıqsa, niyə nəyisə istəməliyik? Əgər razıyıqsa, niyə istəməliyik ki, vəziyyətimiz dəyişsin? Elə hər şey qalsın öz yerində, razılığın mənası bu deyilmi? Əgər mən xəstəliyə razıyamsa, niyə dua eləməliyəm ki, Allah mənə şəfa versin? Mən yoxsulluğa razıyamsa, niyə dua eləməliyəm Allah mənə ruzu versin? Çox dərin mövzulara daxil olmaq istəmirəm. Elə üzdən cavab versək yaxşıdır. Cavab belədir ki, əvvəla biz bilməliyik ki, başımıza gələn bütün işlər Allahın istəyidir. Ola bilər ki, günahlarımıza görə hansısa bəlalarla qarşılaşırıq, amma hər halda həyatımızı idarə edən Allahdır. Hər bir şey Allahın iradəsi iləndir. Deyirik ki, ilahi, sən belə istəmirsən, mənim başıma bu iş gəlsin, mən etiraz eləmirəm, mən razıyam. Amma özün də buyurmusan ki, dua edin, mən istəyimi dəyişim sizə qarşı, iradəmi dəyişim. Dua Allahın iradəsini dəyişir. İndiki vəziyyətimdən razıyam, yaxşıdır, amma daha yaxşı olsun. Qorxuram ki, dözməyəm. Razıyam, amma qorxuram bu yükü çəkə bilməyəm. Özün demisən ki, gəlsəz mənim qapıma, mən dəyişərəm. Mən razıyam, amma dəyişə bilərsən mənim üçün bu vəziyyəti. Əgər dəyişdi, düzəldi, düzəldi. Əgər düzəlmədi, yenə də deyəsən ki, hər iki halda razıyam. Hər iki halda etirazım yoxdur. Əsas mən bunu başa düşürəm ki, bütün işlər sənin əlindədir. Bu mənə arxain eləyir. Əsas mən başa düşürəm ki, sən mənim xeyrimi, ziyanımı məndən yaxşı bilirsən. Bu mənə arxain eləyir. Mən razıyam. Amma bəzi problemlər var ki, məni sıxır, qorxuram ki, dözə bilməyəm. İndiki halımda razıyam. Əgər məsləhətsə, xahiş edirəm bu problemi həll elə. Bu duanın ədəbidir, bu duanın qaydasıdır. Bunu səthi düşünən adamlar başa düşmür. Necə yəni, həm razı ol, həm dua elə. Dində belə məsələlər çoxdur. Dinin çətinliyi də bundadır. Ki, zahirən bir-birinə zid 2-3 xüsusiyyət bir insanda cəm olsun. Dinin gözəlliyi, çətinliyi bundadır. Deyirsən, həm qorx Allahdan, həm ümid elə Allaha.
Bəziləri bunu başa düşmür. Çoxu bacarmır. Çoxu mərhəmətlə qorxunu uzlaşdıra bilmir. Rəhimli Allahdan qorxmaq necə olur onu bacarmır. Onu dərk eləyə bilmir. Bəziləri deyir, mən ya gərək Allahdan qorxum, ya ona ümidli olum. Bu iki halın ikisi də məndə olsun, bu çətindir. Bunu bacarmır. Əli əleyhissalam buyurur ki, dünya işi üçün çalışanda elə çalışsan ki, 100 il yaşayacaqsan. Mənəvi məsələlər haqqında düşünəndə sanki sabah öləcəksən. Bunu bacaran neçə nəfər adam var? Necə eləyim bunu? Ya mən ümidliyəm ki, yaşayacağam, keyfim kökdür, həvəslə çalışıram, ya da ehtimal verirəm ki, sabah öləcəm, əlim ayağım hər şeydən soyuyur, ruhdan düşürəm, məyus oluram. Bunun ikisini də uzlaşdıran adamlar azdır. Bir arif adam var idi, mən onun həyatı barədə oxumuşdum. O, bəsirət sahibi idi. Öldüyü günü, saatı demişdi qabaqcadan. Ki, filan saatda. Dedi, mənim bir gün ömrüm qalıb. Amma xəstə idi, həkim də dərman yazmışdı. Həkim də dərman yazmışdı. Ömrünə, ölümünə neçə saat qalmış, səhər vaxtı o dərmanı qəbul edir. Deyirlər, yaxşı, buradan deyirsiniz ki, mən dünyadan köçəcəm, buradan da bu dərmanı qəbul edirsiniz. Deyir ki, o başqa məsələdir, bu başqa. Bu mənim vəzifəmdir. Bu mənim vəzifəmdir. Mənim qeybdən aldığım elmin mənim məsuliyyətimə, vəzifəmə heç bir aidiyyəti yoxdur. Bunu mən eləməliyəmsə, Allah məndən istəyib bunu, bu dərmanı qəbul edeyim. Allah rizası üçün bu işi görməliyəm. Bu mənim bəndəlik vəzifəmdir. İnanın ki, çox dərin məsələlərdir bunlar. Çox dərin mövzulardır bunlar. Zahirən bir-birinə zidd olan hallar var. Bu hallar bir insanda olmalıdır. Allah bizi belə görmək istəyir. Dinin çətinliyi də bundadır. Yoxsa asan olardı, hamımız dini öz xasiyyətimizə uyğunlaşdırardıq, necə ki uyğunlaşdırmışıq. Dini öz rəngimizə boyamışıq biz. Biz dini xüsusiləşdirmişik, şəxsiləşdirmişik. Hamımızın öz xasiyyətimizə uyğun dinimiz var. Bu dindarlıq asandır, ona görə çoxumuz dindarıq. Amma Allah nəzdində olan dindarlıq, o ziddiyyətlərin bir insanda cəm olması. Allaha kamil bəndə olan insanın xasiyyətini tutmaq olmaz. Demək olmaz ki, bu belə xasiyyətli adamdır. O xasiyyət qəlbindən çıxıb, təbiət çərçivəsindən aşıb, o təslimdir. Ona görə də onda zahirən Allahın iradəsi dəyişdikcə, bunda zahirən bir-birinə zidd olan hallar müşahidə olunur. Çünki bunda özündən nəsə yoxdur. Hər şey Allahdandır. Dinin çətinliyi də bundadır. Razılıq və duanı uzlaşdırmaq. Bəziləri o qədər Allahdan razıdır ki, neymət içindədirlər. Dua yaddan çıxıb. Bəziləri isə çətinlikdədirlər, ancaq dua ilə məşğuldurlar. Çətinlikdə bəladadılar. Bəla aradan getdi, Allah işini düzəltdi, yenə Allah yaddan çıxdı. Çoxu belədir. Din deyir, həm həyatı yaşa, həm də Allah yadında olsun. Ya cəmaat öz işindədir, Allah yadına düşmür. Həyatını yaşayır, Allah yadda deyil. Yaxud da Allah yadındadır, iş dalıca getmir. Belə ziddiyyətli vəziyyətdir. Dua ilə razılıq belədir. Ədəblə dua eləyəsən. İlahi, mən narazı deyiləm. Amma tutumum azdır, ola bilər əziyyət çəkim. Bu, narazılığın ifadəsi deyil. Həzrəti Əyyubun nə gözəl duası var Quranda. Ədəbin gözəl bir nümayişidir Quran-ı Kərimdə. Duanı necə edərlər? Həzrəti Əyyubun dilindən Allah bizə bəyan eləyir. Bilirsiniz, mən başına gələn hadisələri sadalamaq istəmirəm. Deyirlər, hər şeyini Allah, deyirlər deyəndə ki, Quranda, hədislərdə qeyd olunur. Hər şeyini Allah əlindən aldı, hər şeyini. Axırda deyir, cəmaatın da bir qismi söz axtarıraq danışmağa, töhmət vurmağa, böhtan atmağa. Heç elə bil ki, qiyamət olmayacaq.
Heç elə bil ki, insanlar danışdığına, sözlərinə cavab verməyəcəklər. Baxmırlar kimə nə deyirlər, nə ittiham edirlər. Həzrəti Əyyub əleyhissalam bizim üçün təsəllidir, bizim kimlər üçün. Ki, Həzrəti Musa bir dəfə gileyləndi ki, mən Kəlimullaham, mənə nə böhtanlar atırlar, nə sözlər danışırlar. Allah dedi ki, sən Kəlimullahsan, mən Allaham. Gündə nə qədər mənim qeybətimi eləyirlər. Düzdür, Allahın qeybəti olmaz, çünki Allah hər yerdədir. Həzrəti Əyyub üçün bu sözü dedilər ki, gör nə qədər günahkar adamdır ki, bu qədər başına bəla gəlib. Burada dedi ki, ilahi söz yarası, dil yarası ürəyi sındı. Duasını Quran bizə öyrədir ki, necə dua eləyin. Dedi, inni məssəniyyəzzur və əntə ərhəmur rahimin. Görün, nə ədəblə dua elədi. Dedi, ilahi, mənə çətinlik yüz verib və sən rəhimlilərin rəhimlisisən. Vəssalam. Mənə çətinlik yüz verib və sən rəhimlilərin rəhimlisisən. Yəni, özüm bax, öz ixtiyarıma qoyuram. Hər halda razıyam, amma görürsən vəziyyətimi. Bu, bir insanın ən kamil halıdır, kamil vəziyyətidir. Ona görə deyirlər, duadan qabaq şükr eləyin. Duanı şükürlə başlayın. Ədəb tələb eləyir. Birdən-birə başlayın, ilahi, mənim bu problemim var. Allah deyər, bu nə ədəbsiz bəndədir. Nə qədər şey vermişəm, yadına salmır. Ancaq istəyir. Əvvəl sadala ki, bax, mənə filan nemətləri vermişsən. Allahı tərif eləməklə duaya başla. Ən gözəl nümunələrindən biri sizə təklif edirəm. Evə gedəndə, vaxtınız olanda, sabah, bugün, başqa günlərdə ərəfə duasını açın. Baxın, o duanı oxumaq çətindir. Mən, yəni, böyük bir duadır, onu hər adam oturub oxuya bilməz. Mən dəfələrlə sizə demişəm, hərdən duaları kitab kimi oxuyaq. Eyb yoxdur, bizim o halımız yoxdur İmam Hüseyin ağa kimi saat, yarım, 2 saat Allahla münacat eləyək. Amma duanı hissə kitab kimi oxuyaq, öyrənək. Görün necə şükür qarışıq dua eləyir. Allah həmd eləyir, duasını deyir, təzdən həmd eləyir. Allahın tərifi ilə dua bir-birinə qarışır. İstəklə Allahın tərifi. Bax, bu razılıqla duanın uzlaşdırılmasıdır. Dua ilə zidd deyil. Dünya qanunları necədir? Biri mənim haqqımı yiyib, gedirəm məhkəməyə verirəm onu. Haqqımı tələb eləməyə. Sonra gedirəm, deyirəm ki, yaxşı, razıyam. Ərzəmi geri götürürəm, şikayətimi. Yəni, razıyam. Onda nə olur? Onda iş bağlanır, sən də hüququndan məhrum olursan, könüllü şəkildə. Amma Allah məhkəməsi belə deyil. Elə ki, Allahın huzuruna getdin, dedin, ilahi, razıyam, Allah haqqından artığını verməyə başlayır. Deyir ki, bu ki, razılıq elədi, mən bunu nəinki məhrum eləməyəcəm. Keçən dəfə İmam Həsən əleyhissalamdan hədis dedi. Qəribə ilahi qanunlar var. Dünya qanunları belə deyir. Sən ki, razı oldun, iş bağlandı, deyirlər, xoş getdin. Amma Allahın huzurunda belə deyil. Sən razı olursan, Allah deyir ki, razı adam ki, razıdır, indi görün mən nələr verəcəm. Başlayır artıqlaması ilə verməyə. İşi bağlamır. Əksinə daha da çox lütf eləməyə başlayır. Daha da çox inayət eləməyə başlayır. Haqqın özüyə çatır artıqlaması ilə. Bəndəm deyir razıyam, mələkləri dəvət eləyir. Deyir ki, bəndən deyir razıyam. Amma görürəm nə qədər problemləri var. Amma gör nə ədəbli bəndədir ki, deyir ki, mən səndən razıyam. Allah baxır, deyir, gör nə ədəbli bəndədir bu. Nə gözəl bəndədir. Mənim mələklərim həll eləyin bunun müşküllərini, bunun çətinliklərini. Bir çox mövzular dində belədir. Gəlirdilər, deyirlər, ya Rəsulallah, biz anlamırıq. Allaha təvəkkül eləyək, ya dəvənin ayağını bağlayaq. Biz anlamırıq, bunu uzlaşdıra bilmirik. Biz elə bilirik ki, burada oturmuşuq, deyirik, o bədəvi ərəblər idi, anlamırdı, biz anlamışıq. Amma vallahi həyatımıza baxanda biz də anlamamışıq. Dildə anlamışıq. Heç düşüncəmiz ola bilər inkişaf eləyib, amma həyata yanaşmamız çoxumuzun elə o ərəblərlə heç bir fərqi yoxdur. Onlar da anlamırdılar. Ya Rasulallah, necə eləyək dəvənin ayağını həm bağlayaq, həm də Allaha təvəkkül eləyək. Bundan ikisindən biri olmalıdır. Biz təvəkkül eləyək, ya dəvənin ayağını bağlayaq.
Elə miniyi buraxaq da Allahın ixtiyarında. Deyirdi, yox, bağla, həm də təvəkkül elə. Bax, buna əməl eləmək çətindir. Buna əməl eləmək çətindir. Biz evdən çıxırıq, maşınımız yaxşı işləyir, hər şey qaydasında, benzinimiz var. Hər şey qaydasındadır, bəli. Allah, səninlə işim yoxdur. Sənin vaxtınızı almayaq, siz başqa işlərlə məşğul olun. Mənim bugün sizə ehtiyacım yoxdur, hər şey qaydasındadır. Yolu gedirik. Amma elə ki, maşınımız xarabdır, iclasa tələsirik, ya Allah deyə gedirik. Bax, bilirsiniz, din bizdən nə istəyir? Maşın saz vəziyyətdə olanda, həmin o halda olaq ki, maşınımız xarabdır. O qədər ehtiyacı hiss eləyək Allaha. Bunu bacar, ona görə deyirəm, o ərəblərdən fərqlənmirik. Biz ehtiyacımız zahiri vəziyyətimiz qədərdir Allaha. Zahiri vəziyyətimiz qədər. İndiki maşının sazdır, elə həmin halından ya Allah deyə get. Söhbət dildə nəsə deməkdən getmir. Yanaşman öyle olsun ki, hər şey sənin əlindədir. Hər şey. Allah çox vaxt bizim problemlərimizi həll eləmək üçün bizə bunu istəyir. Biz bunu eləmirik deyə problemlərə düşürük. Problemlərimiz həll olunmur. Ya təvəkkül eləyirik, o vaxt ki, vasitələr üst çevirib, elə ki, vasitələr xeyrimiz oldu, vasitələrə diqqət eləyirik, Allah yaddan çıxır. Bir nəfər danışırdı, deyirdi ki, yol qəzası oldu, şəhərlər arası yolda. Düşdü, gördü ki, maşın açdı, neçə nəfər adam elə yerində dünyasını dəyişdi. Bir qadın da çıxdı, sağ qalıb, dizinə döyür, qışqırır, ağlayır da, təsəvvür edin nə vəziyyətdir. Deyir, bunu güclə sakit elədi, deyir, böyle göz yaşı içində deyir ki, mən əlacsız xəstəyəm. Həkimlər mənə dedi ki, sənin burada qalmağın mənasızdır xəstəxanada, get evə, yəni ölümü gözlə. Bunlar da gəlmişdi mənə aparmağa. İndi işə bax ki, bunlar dünyasını dəyişib gözümün qabağında, mən sağ qalmışam. Bir saat əvvələ qayıdın, bir saat əvvəl o kişilər deyirdi ki, bu yazıq bir şey qalmayıb bunun həyatına. Bu, bir həftəlik, 10 gün həyatı qalıb. Belə düşünürdü. Eşitmişsiniz İmam Rıza Aleyhisselam bir xəstənin iyadətinə gəlir, ziyarətinə gəlir. Xəstənin qardaşı da başının üstündə ağlayır. Bunu da lap can verən vaxtıdır. Birdən görürlər Həzrət gülür, təbəssüm var. Deyirlər, axı imamlar ədəblidir. Ədəbli sözü azdır imamsında, yəni ədəbi hamılardan öyrənir. İmam belə yerdə xəstənin başının üstündə qardaşı da ağlayır, təbəssümün mənası görəsən nədir? Soruşanda buyurur ki, bu xəstə ki görürsünüz can verir, sağalacaq, onun başının üstündə ağlayan qardaşı ondan qabaq dünyasını dəyişəcək. İndi bu deyir ki, yazıq ömründən belə qaldı, amma dəyişəcək vəziyyət. Biz indi sağlam burada oturmuşuq. Əlhəmdülillah sağlamıq. Çoxumuz sağlam vəziyyətdə oturmuşuq. O xəstəxanada əlacsız xəstələr var, o xəstəliyin adını da çəkməyə qorxuruq. O xəstələrdən az deyil bizim ehtiyacımız Allaha. Bunu başa düşsək böyük adamıq. Bunu başa düşənlər neçə nəfərdir? Biz gərək o yatağa düşək ki, o ehtiyacı anlayaq. Amma inanın eyni dərəcədə ehtiyaclıyıq. O xəstələr qədər. Onlardan az ehtiyaclı deyilik. Sağlam halda Allaha şiddətli ehtiyacı hiss eləyəsən. Cibində pul olan halda Allaha şiddətli ehtiyacı hiss eləyəsən. Dünyanın bütün hadisələri sənin xeyrinə cərəyan eləyəndə, o hadisələr səndən üz çevirəndə, hansı haldasansa həmin halda olasan. Bax, bunu din bizdən istəyir. Səcdəyə gedirik, İrham əbdəkəz zəliləz zəifəl miskinəl müstəkinəl fəqirəl cahil. Bu dualar imamlardan qalıb bizə. Bunu nə vaxt deyirik? İrham əbdəkəl fəqir. Yəni, fəqir bəndəvə rəhm elə. O vaxt ki, cibimizdə pul yoxdur. Yox. Mən zatən fəqirəm. Zatən fəqirəm. İrham əbdəkəl cahil. Cahil ancaq kim? Dərs oxumayanlar deməlidir bu duanı, yox. Professor ol, akademik ol, ayətullah ol, ayətullah lüzma ol, məsum imam ol. Yenə get səcdəyə dinlən. İrham əbdəkəl cahil. Cahil bəndəvə rəhm elə. Elmüvə söykənmə, var dövlətivə söykənmə.
Heç nəyə və söykənmə. Allaha sığın, Allaha pənah apar. Biz ya sağlamıq, Allaha ehtiyacsızıq, ya xəstəyik, Allaha ehtiyaclıyıq. Ya fəqirik, Allaha ehtiyaclıyıq, ya zənginik, Allaha ehtiyacımız yoxdur. Bizim düşüncəmiz, həyata yanaşmamız budur. Xəstə olanda Quran da bu tərz təfəkkürü tənqid edir Quran-ı Kərim. Davullah muxlisin. Bəzi gəmidə deyir, qərq olan vaxt ixlasla, doğrudan da ixlasla Allaha çağırırlar. Elə ki, sahilə çıxdı, yenə həmin şey. Belə bəndələri. Belə dindarlıq asandır. Ziddiyyətləri bir yerdə cəm eləmək çətindir. Hər halda Allahın əlində görəsən hər şeyi. Maşını saxlayırsan, açarı bağlayırsan, indi də başqa cür bağlayırlar da, köhnə qaydada deyil. Bağlayırsan, deyəsən, ilahi, bu mənim vəzifəmdir, amma maşın da sənin əlindədir, oğru da. İkisi də sənin əlindədir. Sənə tapşırıram. Özün bax. Amma biz belə eləmirik, deyir, yox, ilahi, sən narahat olma, bunun siqnalizasiyası var, bu problem yoxdur. Sən narahat olma. Bu işlərə sən baş qoşma, mühüm işlər var. Bizim məntiqimiz budur. Razıyam de, sonra problemin həllini istə. Və get həlli üçün. Əgər din belə olsaydı ki, razı ol və dua eləmə, həllinə də çalışma, onda dindarlıq asan olardı. Onda dindarlıq asan olardı. Dindarlıq hünər olmazdı. Dindarlığın çətinliyi bundadır. Zahirən zidd olan şeylərin bir yerdə cəm olması dini gözəlləşdirir. Təvəkkülün çətinliyi bundadır ki, çalışmaqla yanaşı olsun. Təvəkkülün çətinliyi bundadır. Yoxsa hər tənbəl təvəkkül eləyərdi. Uzanardı yerində, deyərdi, ilahi, həll elə problemimi. O təvəkkül eləməyə nə var? Din deyir, get həllinə bax, problem bir söz nədədir? Get məsələnin həlli üçün, çalış. Çalışanda da adamlar çıxır axı ortaya, vasitələr. O deyir, darıxma, mən həll eləyərəm, filan kəs deyir, filan. Bax, bu filan kəslər başlayır qabarmağa yavaş-yavaş, Allah yaddan çıxır. İndi gəl bunları uzlaşdır. O filan kəsə vasitə gözü ilə bax. Deyir, bir adam birinə desə, sən olmasaydın, mən həlak olardım, Allaha şərik qoşub. Hədisdə var. Ona minnətdarlıq elə, ona təşəkkür elə. Amma təvəkkülü fəaliyyətlə uzlaşdırmaq ona görə çətindir ki, fəaliyyət zamanı qabağa vasitələr çıxır, vasitələr böyüməyə başlayır. Amma təvəkkül eləyən adam çox soyuqqanlıdır. Gedib filan kəsin qapısına, vəzifəsidir getmək, ona görə gedib. Vəzifəm getməkdir, getmişəm. Amma bu vasitədir. Buna bilirsiniz biz nə qədər vasitələri qabardırıq. Deyir, bu kişi həll eləməsə batdım. Bu bizi xarab eləyir, çaşdırır. Allah istəyir ki, biz həm dua eləyək, həm də razı olaq ondan. Dinin gözəlliyi də bundadır. İnsan heç nəyinə söykənməyə. Mən bir misal deyəcəm, qorxuram ki, başa düşülməsin, amma yenə də deyəcəm. Başa düşənlər başa düşər, bilmirəm, bəzi misallar var ki, deyilməlidir. Özüm də demirəm, tam başa düşmüşəm, nə danışıram. Öz başa danışdığımızı tam başa düşsəydik, nə vardı ki? Amma hər halda misaldır deyirəm. Leylətül Məbid Həzrət Əlinin Peyğəmbərin yerində yatdığı gecədir. Allah Həzrət Əli belə deyib, sınağa çəkmişdi. Peyğəmbər bilirdi ki, müşriklər gəlib onu öldürəcək, öldürmək istəyirlər. Həzrət Əlini öz yerində uzatdı və getdi. Xahiş elədi, Həzrət Əli qəbul elədi. Məşhur tarixi hadisədir. Deyirlər, qiyamət günündə orada yatdığı vaxtın, aldığı nəfəsdən birini bir tərəfdarına hədiyyə eləsə, cəhənnəmdən qutaracaq əleyhissalam. Bir nəfəsinin savabını. İndi mən sual verirəm, əleyhissalam bilirdi ki, oradan salamat çıxacaq ya bilmirdi. Deyək ki, bilirdi salamat çıxacaq, onda elə mən də gedib uzanaram orada. Bilirəm ki, heç nə olmayacaq. Bilmirdi desək, necə yəni bilmirdi? Bayaq bir Arifdən misal çəkirəm, ölümünün saatını bilir, əleyhissalam bilmirdi. Amma mən cavabın deyim, nə bilim, kim başa düşər, kim başa düşməz. Əleyhissalam bilirdi, amma bildiyini unutmuşdu. Bildiyinə söykənmirdi. Bildiyinə söykənmirdi.
Allaha o qədər diqqət eləmişdi ki, bildiyini unutmuşdu. Bildiyini unutmuşdu. O qədər özündən heç nəyi yoxdur ki, Allah deyir, unudur. Elminə söykənərək arxayın olmur. Onun üçün əsas olan fədakarlıq idi. Necə mən Əllamə Cəfərinin bir kitabında oxudum. Deyir, İmam Hüseyin ağa dəfələrlə dedi, mən şəhid olacam. Amma özünü elə aparırdı ki, qoşununu elə tərtib eləyirdi, elə nizam verirdi, elə düzən verirdi, elə bil ki, bu döyüşdə qalib gəlmə ehtimalı var. Birinci məsələ budur ki, bizə dərs verir ki, axır anacan işlərinizi dəqiq görün. Amma ikinci Əllamə Cəfərinin xüsusi yanaşmasıdır. Deyir, bunlar o qədər Allaha bəndədirlər ki, özlərinə sığışdırmırlar ki, mən bilirəm, mən sözünü işlətmirlər. Bunlar deyirlər, Allahdır da dəyişdi təqdirini. Düzdür mənə, amma Allahın elə Allahlığı ondadır ki, öz bildiyini eləyir. Odur ki, öz elminə, hətta Allahın verdiyi elmə də söykənmir. Əleyhissalam o elmə də söykənmirdi. Bizə desələr ki, 20 il sonra öləcəksən, kefdir bizim üçün. 15 il gedim kef eləyim, 5 il qalmış tövbə eləyərəm. Amma Allah bilirsiniz kimlərə deyir? O adamlara deyir ki, o elm onları arxayınlaşdırmasın. Onları rahatlaşdırmasın. Sözümü yekunlaşdırıram. Allahın bizdən əsas istəyi var hal baxımından, qəlbimizin halı baxımından ki, biz hər halda ondan razı olaq. Əleyhissalam bilirsiniz də cihadı dillər əzbəridir. Bir gün cihad əmri gəlir, şücaətini ortaya qoyur. Da nə qəhrəmanlıqlar yaradır bilirsiniz. Həmin o Əliyə əmr gəlir ki, Peyğəmbərdən sonra sakit, sükut elə. Bir razıyam. Çünki cihada könül bağlamayıb, Allaha könül bağlayıb. Allaha könül bağlayıb. Allahdan əmr gəlir, həmin o şücaətin həyatında əsər əlaməti yoxdur. Qəlbdə həmin adamdır, amma sakit oturub. Əlinin məzlumiyyəti bundadır. Aciz adamın sakit oturması yox. Qüdrəti çatıb, amma Allahın əmrinə təslim olması. Rizayət budur ki, hər bir halda xoşuna gələn, gəlməyən hadisədə qəlbin Allahdan razı olsun və mən keçən dəfədə bugün də bu ayə ilə sözümü bitirirəm. Bu ayə Allahın bəndələrini qarşılamasıdır. Bu ayəni oxuyanda adamın halı dəyişir. Heç tərcümə eləməsə bu ayənin xüsusi bir təsiri var ki, Allah görün riza məqamı nədir ki, az adam haqqında bu söz işlənib, görün necə qarşılayır. Bunlara nida gəlir ki, ya eyyətuhən nəfsul mutmainnə, irci'i ilə rabbiki raziyətən mərziyyə. Ey aram olmuş ruh, dön Rəbbivə tərəf, raziyətən mərziyyə. Sən ondan razısan, o səndən razıdır. Qarşılıqlı razılıq. Çox xoşbəxt adamdır. Allah burada oturanların hər birinə qismət eləsin. Ölən anda bu səsi eşidib sonra dünyadan köçün. Çünki bu razılıq halının cavabı da bu, davamı da oxuyum ayənin. Fədxuli fi ibadi vədxuli cənnəti. Daxil ol mənim xüsusi bəndələrimin cərgəsinə. Yəni sən layiqsən Peyğəmbər Əhl-i Beytin yanında olasan. Fədxuli cənnəti. Yəni bir var cənnət, biri var cənnəti, yəni mənim öz cənnətimə. Sənin yerin mənim xüsusi cənnətimdədir. Sən mənim xüsusi hörmətli qonağımsan. Bu məqama nə ilə çatıb? Razılıqla. Allahdan hər halda razı olan adamları Allah belə də qarşılayır. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İza caa nasrullahi vel fath ve ra'aytan nase yedkhulun fi dinillahi afvaja fasabbih bihamdi rabbika vestagfirhu innehu kana tawwaba. Sadaqallahul aliyyul azim. Olunan xutbənin qəlblərimizdə təsir buraxmasına, günahlarımızın bağışlanmasına, dualarımızın, ibadətlərimizin, etdiyimiz itayətlərin qəbul olmasına, Allahın sevimli bəndələrindən olmağımız üçün İmam Zaman ağanın salamatçılığına, qəlbinin bizdən razı olmasına, zühurunun təcilinə salavat deyək. Allahümmə salli ala Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil amin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasim el Mustafa Muhammed.
وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء وعلى الحسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. Usikum və nəfsi bi təqvəllah, sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Keçən həftənin ikinci xutbəsi, keçən cümə namazının ikinci xutbəsi, əgər xatırlayırsınızsa, təfəkkürün önəmi barəsində idi, təfəkkür haqqında idi. Qeyd elədik ki, insan düşünməlidir, insan təfəkkür etməlidir. Düşüncə insanın ən böyük sərmayələrindən biridir. Düşünmək üçün nə lazımdır? Mən bugün vaxtınızı çox almayayım. Düşünmək üçün nə lazımdır? Düşünmək üçün bir məsələyə önəm vermək lazımdır. Biz adətən nahaq da düşünürük. O şeylər ki, bizim üçün əhəmiyyətlidir. Əhəmiyyət verdiyi bir məsələyə vəssalam, zehnimizi o məşğul eləyir, o haqda düşünürük. Biz nəyə önəm veririk? Bu haqda əvvəl danışmalıyıq ki, təfəkkürün önəmi bəlli olsun, təfəkkürə vadar olmaq. Allah niyə əvvəl bizə başa salır Quranda ki, filan şey önəmlidir, filan şey önəmsiz. İstəyir əvvəl önəm verək bir şeyə ki, sonra işlər düzələr. Bizim problemlərimiz budur, biz niyə çox şey düşünmürük? Çünki lazım əhəmiyyət vermirik. Allah əvvəl istəyir düşüncəmizi, yanaşmamızı düzəltsin ki, sonra düşünək, yanaşma düz olsun. Hədislərdə var, kim gecəni sübh etsə, amma oddan qurtarmaqdan başqa bir şey haqda düşünsə, o gecəni ziyan eləyib. Onun fikri başqa şeyə məşğul olsa. Oddan qurtarmaqdan düşünmək geniş anlayışdır. Yəni, hər şeylə onun içindədir. Yəni, o ağır məsələni yüngül tutub. Əgər yüngül hesab edib. Biz önəmsiz şeylərə önəm veririk, ona görə düşüncəmizi məşğul edir. Önəmli şeylərə vaxt qalmır ki, o haqda düşünək. Ona görə bu cümələrdə biz bəzi mövzuların sadəcə əhəmiyyətini çatdırmaq istəyirik ki, əgər əhəmiyyəti başa düşülsə, çox şey öz-özünə həll olunar. Biz daha izah eləməyə ehtiyac olmaz. Başa düşsə bir adam ki, filan şey vacibdir onun üçün, əhəmiyyətlidir, öz-özünə düşünməyə başlayacaq. İnsanın islahının yolu təfəkkürdür. Bunun üçün nə olmalıdır? İslahın nə qədər önəmli iş olduğu aydın olmalıdır. İslah olunmaq nə qədər önəmlidir? Bunu başa düşsə, islah haqda düşünəcək və islah olacaq. Keçən həftələrdə nə qədər danışdıq? Dedik ki, dünyada insanın dəyişməsindən çətin iş yoxdur. Bəzi sözlər var ki, qulaqda sırğı olmalıdır. Hamının. Ki, o həmişə yaddır. O cümlədir ki, insanın dəyişməsindən çətin iş yoxdur dünyada. Heç bir iş çətinlikdə buna çata bilməz. Dedik ki, insanın daxilində yaxşı və pis xüsusiyyətlər var, çox vaxtda dəyişmir. Elə yaxşı qalır, pis. Sadəcə namaz qılır. O xislətlər dəyişmir. Biz nə etməliyik ki, pis xislətlərimiz zəifləsin, yaxşılar inkişaf eləsin? Bu haqda danışırıq. Bunu bilməliyik ki, bizim hər birimizin daxilində, bax, mən düşünməyə sizə material verəcəm bu cümələrdən. Başqa əlimdən bir şey gəlmir. Elə çıxması deyim, mən verirəm. Bəlkə yox, mən yəqinim var ki, burada oturanların hamısı məndən bu məsələlərdə üstündür. Buna Allah şahiddir ki, yəqinim var özüm üçün. Demirəm, Allaha and içə bilmərəm belədə, amma özümün yəqinim var.
Mənim üzərimə danışmaq düşüb deyə danışıram. Bu mövzular əsasən bunun üçündür ki, nəyisə daxilimizdə təhrik eləyək. Mən bundan artıq əlimdən, heç bir vaizin bundan artıq əlindən bir iş gələ bilməz. Biz başa düşməliyik əvvəla ki, biz içimizdə ən ali xüsusiyyətlər var bizim. Biz hər birimiz potensial övliya yox, Allah dostuyuq, potensial. Yəni, bizim hər birimizdən Əllamə Qazi çıxar. Şeytanın birinci hiləsi bilirsiniz nədir? Səndən heç nə çıxmaz. Və bizi, bu güya bizdə təvazökarlıq, bu təvazökarlıq deyil. İnsan ki, özündən ümidsiz oldu, dünya məsələlərində də belədir. Ümidsizlik, insan öz-özündən naümid oldusa, ondan heç nə çıxmaz. Birinci buna diqqət eləməli ki, bizdən ən uca dərəcədə kim var təsəvvür eləyin? Övliyalardan, ariflərdən. Bunların hamısı bizim kimi insanlar olub. Təkamülümüz üçün lazım olan hər bir şey bizim daxilimizdə var. Bizə kənardan bəzək verməyə ehtiyac yoxdur. Peyğəmbər də gəlir, deyir, fəzzəkkir, innəmə əntə müzəkkir, yad elə, yadlarına sal. Xatırlat. Bütün yaxşılıqlar bunun içindədir. Unudub, yadından çıxıb. Xatırlat içində nələr var. Peyğəmbər bunu eləyir. Xatırlat içində nələr var. O yaxşı xüsusiyyətləri fəaliyyətə gətirməliyik. Bizdən bu tələb olunur. Potensial hamımızda var. Pisləri əzsinlər. Bizim içimiz çeşmələrlə doludur, bulaqlarla. Torpaq, amma suyun, bəzən olur bulaq yer altı, suyun altı, torpağın altı ilə axır. O torpağı çəkib, onu üzə çıxartmalıyıq. Biraz qazmaq lazımdır qəlbi. Qiyamət günü bilirsiniz niyə görə həsrət çəkəcək hamımız? Yevmul həsrə. Sizcə qiyamətin ən böyük həsrəti nədir? Qiyamətdə insan özünü görəcək. Başa düşəcək ki, mənim üçün ali insan olmaq üçün mənim daxilimdə hər şey var idi. Bax, mən bu potensialla hər yerə gedib çata bilərdim, amma çatmadım. Ən böyük həsrəti, peşmançılığı bu olacaq. Böyük insanları gətirəcəklər məhşərə, nur saçan insanları. Bilirsiniz, biz niyə peşman olacaq? Baxacaq, görəcək ki, bizdə onun kimi olmaq üçün hər bir potensial var idi. Heyf ki, onu istifadə etmədi. İndi bunu başa salmaq çətindir. Sən demə, mən bunun bir addımlığındaymışam. Onun peşmançılığına heç nə izah eləməm. Ax, görürsən o hara getdi, çatdı. Sən də nə vəziyyətdəsən. Sənin ondan heç bir potensial fərqin yox idi. Demirəm, insanlar eynidir. Eynilikdən danışmıram. Potensial etibarı ilə hər bir insanın o zirvəni fəth eləmə imkanı var. Onu insan başa düşəcək. Bizim içimizdə çox böyük potensial var, istedadlar var. İlk əvvəl bundan başlamalıyıq. Biz dünya üçün yox, əbədiyyət üçün yaranmışıq. Bunu biz başa düşməliyik, anlamalıyıq. Hər birimizin evimizdə albom var. Heç fikirləşmişsiniz insanın şəkil çəkdirməyinin fəlsəfəsi nədir? Əbədiyyət sevgisidir. İnsan istəyir anını əbədiləşdirsin. Bu dünyanın müvəqqətiliyinə etirazın təzahürüdür. Adi şəkil çəkdirmək. İnsan istəyir ki, o qədər əbədiyyət aşiqidir ki, anlarını əbədiləşdirmək istəyindən doğur. O şəkillərə hərdən baxır, etiraz edir, razı deyil dünyanın keçiciliyi ilə, müvəqqətiliyi ilə. Peyğəmbər gəlib bunu desin ki, sən özünü kəşf elə. Mən sənə bir iş görə bilərəm ki, daxilvə səni aparım. Daxilvə aparım. Bax gör nələr var. Kifayət edən hər şey var insan olmaq üçün. İnkişaf elətdirmək lazımdır. Gərək yaşadığın müddətdə bu olan potensialı çiçəkləndirəsən, böyüdəsən və pislər zəifləsin, aradan geçsin. Və bəzi yaxşı xüsusiyyətlər var ki, özümüzdən də gizli, onları da kəşf eləmək. Bu bizim vəzifələrimizdir. Biz nəfəs alırıq ki, bu işlərlə məşğul olaq, amma biz hər işlə məşğul oluruq bu işlərdən başqa. Əvvəl gərək önəmini başa düşək ki, bu bizim həyatda missiyamızdır, içimizi səhmana salmaq. Gündəlik yox, saniyəli məşğuliyyətimizdir. Hər dəqiqə bununla məşğul olmalıyıq. Özümüzlə məşğul olmalıyıq.
Özü-özünə insan baxsın, özündən gözləntisi çox olsun. İntizarı çox olsun. Desin, mən niyə beləyəm axı? Mən belə olmamalıyam. Mən belə olmamalıyam. Mən nə ola bilərdim, amma nəyəm? Filan kəs də yaşadı, mən də yaşadım. Filan kəs də nəfəs aldı, mən də nəfəs aldım. Qarşıda əbədi yol var, niyə düşünmürük biz? Çünki əhəmiyyət vermirik, önəm vermirik. Bir dənə hədis deyim sizə, 100 dəfə eşitmişsiniz, amma görün nə qədər önəmlidir. Buyurur, hər bir müminin qəbir əzabından bir payı var. Dəhşətdir bu, dəhşət. Hər bir müminin qəbir əzabından payı var. Nə qədər vaxt ayırmışıq o anı düşünmək üçün. Fərqi yoxdur, kim olursansa ol, qəbirdə biraz sıxıntı olmalıdır. Peyğəmbər özəli ilə şəhidi qəbrə qoyurdu, deyirdi, qəbir onu sıxdı. Qiyamətdə vədə veriblər, amma qəbir haqqında var ki, hər bir müminin bir əzab payı var orada. Kifayət qədər düşünməli məsələlərdir. Gələcəyimiz haqqında düşünək. Bizim bütün gələcəyimiz daxilimizin təsirindədir. Daxili vəziyyətimizin. Düşünürük bu barədə, xeyr. Qiyamətdə bilirsiniz nə olacaq? İnşallah mən belə inamla danışıram, axı orada görüşəcək, qaçan yerimiz yoxdur. Orada görəcəksiniz və orada da, bilmirəm, o çətin vəziyyətdə yaduza düşsə, məni də dua eləyərsiniz bu sözləri, dediyim sözləri bir gün görməyə gedəcək. Bir yerdə olacaq orada. Orada insanın içini yarıb qoyacaqlar ortaya, deyəcəklər, bax, nə istəyirdin, o oldun. İstəklərin həyata keçdi. Sən bunu istəyirdin, bu oldun. Əvvəl başa salacaqlar ki, bax, görürsən ki, bax, bunu filan istəklər içində vardı, o istəklərə uyğun nəticə əldə elədin. Onda biz çox peşman olacaq. Ondan sonra bizi ya cənnətə, ya cəhənnəmə göndərəcəklər. Hətta deyirlər, cənnətə gedənlər də narahat olacaq ki, nə ola bilərdim, nə ola bilərdimi göstərəndə. Bizim gələcəyimiz tam daxilimizin girovudur. İstəklərimizin girovudur. İstəklərimiz gələcəyimizi qurur. Bizim daxilimizə uyğun nə istəyirik, onlara çatırıq biz. Ona uyğun nəticələr əldə edirik. İnsan gərək öz qəlbindən, öz ürəyindən baş açsın. Daxilinə baş vursun. Və bu haşiyə deyil, bu həyatın məğzidir. İnsan bunun üçün yaşayır və nəfəs alır. Bəzi adamlar var, bir dənə pis xüsusiyyət gördü özündə, əl çəkmir onu aradan aparmayın. Cavabına deyərəm insan. Məndə niyə bu olmalıdır? Özünə sığışdırmır. Neçə dəfə demişəm, gördüm, həsəd var ürəyimdə. Dedim, mən də adamam. Adam da adama paxıllıq eləyər. Elə bunu dedim, dayandım. Ağladım, narahat oldum. Dedim, mən ilahi özümə yaraşdırmıram. Ondan sonra dəyişdim. Ondan sonra islah oldum, düzəldim. Biz bundan məşğul oluruq, yox. Biz başqa işlərlə məşğuluq. Biz nigaranıq görək ki, bu çətin vəziyyətdə çörək tapacaq yeməyə, elə bil ki, ruzunu verən Allah deyil. Bizim günümüzün əsas mövzusu devalvasiyadır bugün. Mən demirəm, insan məsələlərlə maraqlanmasın, nəyisə təhlil eləməsin, amma bu nigarançılığın qaynağı nədir? Çünki düşüncəmiz naqisdir. İnanmız zəifdir. Biz bilməmişik, inanmamışıq ki, bizə ruzu verən Allahdır. Məsləhət olanda azaldır, məsləhət olanda çoxaldır. Buna etiqadımız zəifdir. Biz lazım olan məsələlər haqda lazımı qədər düşünmürük, çünki ona önəm vermirik. Biz baş vuraq, içimizə görə nələr var daxilimizdə. Şeytan bizə unutturur. Bəzi şeylərlə zehnimizi məşğul eləməklə. Şeytan bilirsiniz nədir? Qonşuya bax, maşınına bax, səndə də olsun. Fikrimiz getdi. Nə qədər enerjimiz sərf elədi. Ömrümüzün 3 ili qonşu ilə rəqabətdə keçdi. Gör, nələr düşünə bilərdik, nələr haqda düşündük. Hara sərf eləyə bilərdik bu təfəkkürümüzü? Hansı istiqamətə sərf elədi? 50 il ömrü yarışda yandırıb hədər eləyirlər. Bir-birinə yarışda, oyuncaq yarışında. Sonra da belə gəzir, elə bil ki, heç nə. O küçədə oyuncaqla oynayan uşaqlardan sənin fərqin yoxdur. Gedir atasına deyir ki, onun maşını mənimkindən yaxşıdır. Sən də onun tayısan. Gülürsən ona, ondan heç bir fərqin yoxdur.
Düşüncə və hansı istiqamətə yönəltdin? Hansı səpkidə düşüncəndən istifadə elədin? İnsan bu şeylərin düşüncəsində olsun ki, ilahi, mən istəmirəm mənim ürəyimdə bu xəstəlik olsun. Bu mənə yaraşmır, özümə yaraşdırmıram. İnanın ki, bunun haqqında düşünsə bəs eləyər. Amma biz nə edirik? Biz özümüzü müşahidə eləməklə məşğuluq. Keçən dəfə dedim, karusel kimidir insanın qəlbi. Yaxşı xislət, pis xislət, o oturacaqları ki var, karuselin, o çarxın. O çarxın oturacaqları hərəsi bir xüsusiyyət kimidir. Hər biri üzə çıxır, indi yaxşı adamıq. O getdi, pis xislət gəldi, indi pis adamıq. O getdi, biz oturub müşahidə edirik öz daxilimizi, vəssalam. Heç bir müdaxilə eləmirik bu vəziyyətə. Amma insan gərək düşünsün, neyniyim? Əsas yollardan biri sadəcə təfəkkürdür. Bu barədə düşünməkdir. İçimizdə olan yaxşılıqları necə artıraq, bu haqda düşünməkdir. Ulul əlbab, keçən dəfə dedim, Quranda harda qabağıza çıxdı? Təfəkkür sahibləri. Görün nələr danışır Allah onlardan. Təfəkkürə verilən önəmi bilmək istəyirsə, Quranda ulul əlbab deyəndə görün Allah necə ehtiramla adlarını çəkir, deyir düşüncə sahibləri. Bunlar hamıdan ayrıdır. Görün nə fəzilətli xüsusiyyətdir. İmam Həsən Əskəri əleyhissalam buyurur, ət-təfəkkuru hayatul qəlb bil bəsirə. Buyurur ki, bəsirətli qəlbin həyatı təfəkkürdür. Yəni nəfəs almağı təfəkkürdür. Təfəkkür olmasa qəlb ölür. Təfəkkür qəlbi yaşadır, dirildir. İlk növbədə adam vaxt ayırsın düşünməyə. Elmlə təfəkkürün fərqi var. Elm məlumatdır, təfəkkür o məlumatı təhlil eləməkdir. O elmi artırır əslində. Bildiklərin haqda düşünmək təfəkkürdür, bildiklərin haqqında. Vaxt ayıraq buna. Təfəkkür insanın ən böyük sərmayəsidir. Heç nə buna çatmaz. Moizəyə gəlir, moizə buna heç bunun yarısına çatmaz. İnsanın təfəkkürlə əldə elədiyi şeylər başqasının deyib ona çatdırdığından qat-qat təsirli və üstündür. Moizə bu işdə yardımcı olmalıdır ki, düşüncəmizi işə salsın. Düzdür, biz moizəyə də lazım önəm vermirik. Mən həmişə deyirəm, hərdən deyirlər, filan məsciddə adam çox gəlir, filan, elə bu məscid haqqında da deyirlər, Bakıda namaz qılan insanların neçə faizi cümə günü məscidlərə gedir? Sonra deyir, filan kəslər çoxalıb. Biz cümə günü həftədə bir dəfə yarım saat, bir saat, saat yarım vaxtımızı məscidə ayıra bilmirik. İndi də texnologiyalar inkişaf edir, evdə qulaq asıram. O başqa şeydir. Həmin gün qoyulur, qulaq asırsan, amma başqa şeydir. Məscidin fəzası var, ab-ı havası var, ictimai tərəfi var məsələnin. Məscidin insanlarla dolması, bunların birbaşa vəzifəsidir insanların. Kimlərisə biz bəyənmirik, işini bağlayır, qazancına göz yumur, hamı bir nəfər kimi məscidə. Sonra deyir, çoxalıblar, bu radikal məsələnin hansısa cərəyanlar. Biz o önəmi vermirik. Biz öz keyfimizdə istəyirik, din də qabağa getsin. Onlar da olmasın. Moizə çox mühüm məsələdir. Amma təfəkkürlə müqayisə olunmaz dərəcədə zəifdir. Təfəkkür çox yerə insanları çatdırır. İnsan öz içində olanlar haqqında düşünsün, görün, haralara gedib çatır. Amma dünyanın, müasir dünyanın əsas bəlası, bunu dəfələrlə demişəm, budur ki, fikrimizi yayındırır. Şeytanı düzən deyirlər. Şeytan deyəndə biz buynuzlu nəsə təsəvvür edirik. Şeytan, bax, bu işləri görür. Dünyanı belə bəziyib ki, səsküy salın, düşünməyə imkan olmasın. Səsküylə, şov verilişlə. Avropada da belədir, dünyanın o böyük dövlətlərinin hamısında. Baxırsan, aman vermir sənə bir dəqiqə, deyir ki, bizimlə qalın. Deyir, məsələn, ayrılmayın bizdən. Ayrılmayın, indi maraqlı nəsə olacaq. Baxırsan, heç nə maraqlı budur ki, o ondan niyə küsüb? Allah eləsin, heç vaxt barışmasınlar. Bu bundan niyə küsüb, bu bundan niyə... Dəyərsiz adamlar cəmaat da diqqətlə baxır, onu oturur müzakirə eləyir, fikirləşir, fikrini bu istiqamətə yönəldir. Aram olmağa imkan yoxdur. Dövr keçdikcə, zaman keçdikcə lap çətinləşir. Sürətlənib həyat. İnformasiya bolluğu,
Bu vəziyyətdə adam öz düşüncəsini aram saxlaya, qoymuyor ora-bura getsin. Hədisdə var, təfəkkürsüz elmin faydası yoxdur. Çox alimlər var, düşüncəsi yoxdur, elm onları azdırır. Elə eşitdiyini danışa bilir sadəcə, nəticə əldə edə bilmir elmindən. İnsan bildiklərini düşünsə çox yerə çatar. Bax, məni qəbrə qoyacaqlar. Bu bir dənə düşüncə. Deyərsən, bunu bilirik də. Bilmək kifayət deyil. Bunun üzərində düşün, gör nələr kəşf edirsən. Bir şey ki, məni qəbrə qoyub, hamı çıxıb gedəcək. Hamı, amma deyirlər, qəbirdən danışma, Allah bu məclisdən uzaq eləsin, xoş sözlər danışaq. Öz düşünməkdən qorxur. Elə bilir ki, ölüm haqqında düşünəndə indi öləcək. Elə anlayır, elə başa düşür. Həyatul qəlb, hədis buyurur ki, təfəkkür qəlbin həyatıdır. Mən sizə tövsiyə edirəm, o adamlara gedin qulaq asın ki, sizi düşünməyə vadar eləyir. Bəzi adamlar var, özü hər şeyi xırdalayır, insanlara çatdırır, öz düşüncələrini ötürür. Amma düşüncə alovunu, belə deyək, o qığılcımını insanın içində yaradan insanlara qulaq asın. Cəmaat da pis öyrəşib indi, istəyirlər ki, hər şeyi izah eləyəsən. Hərdən mənə sual verirlər, deyirəm ki, mən bunu çox demişəm sizə. Deyirəm ki, mən yorulmuram, cavab verərəm, mən vəzifəmdir, fəxirdir, iftixardır mənim üçün. İndi bəzən də fiziki baxımdan çatdırmıram, məsələn, telefon zənglərinə cavab verməyə. Bunu da demişəm neçə dəfə, deyirlər ki, siz də təkəbbürlü ol, mənə yazırlar. O mesajları gündə yazsam böyük bir kitab olar. Bir qismi tərifləyir, bir qismi təhqir eləyir. Belə bir. Və deyirlər təkəbbürdəndir, filandır. Yox, təkəbbür məsələsi deyil. Bəzən çatdırmırıq, amma çox halda suallara cavab vermək bizi narahat eləmir. Sadəcə bəzi insanlara mən deyirəm ki, sən bəzi sualları verməmişdən qabaq bir dəqiqə düşün, özün gör tapa bilirsən. Biz düşünsək, çox şeyi soruşmağa ehtiyac olmaz. Çox şeyi. Düşünüb cavabını tapa bilərik. Fikri məsələlər filan olar başqa. Amma elə şeylər var ki, görürəm ki, bir dəqiqə düşünməklə həllini tapa bilərik. Həll oluna bilər. Təfəkkürü oyatmaq mühüm məsələdir. Cəmaatın çoxunun fürsəti yoxdur düşünməyə. Bir çox məsələlər mübarizə ilə yox, təfəkkürlə həll olunur. Mən sizə bir-iki misal deyib sözümü yekunlaşdırım, icazə versəydiniz, bir-iki misal deyim. Məsələn, bizim içimizdə olan xüsusiyyətlər var, bəzi xüsusiyyətlər. Onları xırdalaya bilərik. Olaraq da düşünməklə çox məsələni həll eləyə bilərik özümüz üçün. Düşünmürük. Məsələn, şöhrətpərəstlik bəzi insanların xislətidir. Mən sual verirəm, adam öz-özünə sual verir də, şöhrətpərəstlik tapıb özündə. Deyirəm ki, neçə nəfər sənə əl çalsa, sənə dəyər versə, qane eləyir səni. Bir məhəllə tutaq ki, sənə hörmət eləyir. Bir məhəllə. Sən gəlirsən, dilə filan kəsdir bu. Sonra. Qane olacaqsan, yox. Bir məhəllə hörmət eləyəndən sonra deyəcəksən, yox, istəyirəm Bakı şəhəri mənə əl çalsın, hörmət eləsin. Bakı şəhəri də əl çaldı, inanın bir həftədən sonra yoracaq sizi. Özünlə danış. Deyən, qane olacaqsan, yox. İstəyirəm dünyada məşhur olun. Dünyada da məşhur oldun, özünə sual ver, sonra. O qədər dünyada məşhur olan adamlar vardır ki, çürüyüb gediblər torpaq altında, yaddan çıxırlar. Nə qədər elə insanlar olub. Bu şöhrətpərəstlik üzərində düşün, gedib çıxacaqsan ki, sən razısan ki, bir nəfər sənə dəyər versin, bunların hamısını ona qurban verəsən, o bir nəfər zamanənin imamıdır. O sənə dəyər versin, desin bu bizim dostumuzdur. Bunun üzərində düşünəsən. Ondan gedib Allaha çıxasan ki, razısan ki, aləmlərin yaradıcısı, yaradanı, qüdrət mənbəyi olan Allah sənə qiymət versin, bütün varlıq aləmi sənin başına təvaf eləsin, mələklər sənin başına təvaf eləsin. Desən, yox, onda o filmdə dirilir, sən elə görməsələr yaxşıdır. O elə nəticə budur. Yox, doğrudan da sən şöhrət dalıcansa, həqiqətən də. Onda bu şöhrət hissini insan sadəcə düşünməklə elə bir mənbəyə bağlaya bilər, heç olmasa təfəkküründə. Sonra yavaş-yavaş görərsən ki, başqalarının alqışı gözündə sönür, tərifi gözündə sönür. Çünki çox şərti məsələlərdir.
Dünən təriflədiyini bugün ayağının altına atır. Cəmaatın çoxu belədir. Çox görmüşəm. Mən də yaşım o qədər də çox olmasa da artıq gördüyüm yaşımdan çoxdur. Bugün sənə nə sözlər deyən adam sabah sənə lənət oxuyur. Belə bir dünyada yaşayırıq. Belə bir dünyanın mahiyyəti bundadır. Bunu düşünməklə həll eləmək olar? Olar. Çox şeyləri düşünməklə həll eləmək olar. İndi birində şöhrətpərəstlik hissi deyil, ləzzətpərəstlik hissidir. Ləzzətpərəstlik hissi. Nə istəyirsən filan şeydən ləzzət alım. Sonra görəcəksən heç nə. Bu sonra ilə həll eləyərsən. Öz içində olan xüsusiyyətləri çıxar düzə. Dinən ay filan xüsusiyyət, gəl otur söhbət eləyək. Buna vaxt ayırmışıq, yox. Bizim mühüm işlərimiz var. Öz xüsusiyyəti qoy qabağa, gəl oturaq danışaq. Görək məni hara aparmaq istəyirsən sən? Haracan gedim səndən? Hara aparmaq istəyirsən? Düşüb dalınca gedim elə, sən nə istəyirsən? Axı, deyən bir dəqiqə, öz istəyibə dinən. Gəl oturaq, kişi kimi üzbəüz danışaq. Hara aparmaq istəyirsən məni? Bütün pis xüsusiyyətləri insan otursa, danışsa, onunla üzbəüz. Sadə sualla onları məğlub eləyər. Pis xislətləri. O sual nədəni vardı? Sonra. Bu sualı verin hərdən özünüzə. Sonra sualı bir adam lətifə danışır, anekdot. Onu pərt eləmək üçün nə eləmək lazımdır? Pərt eləmək üçün bəzi adamlar var belə. O danışır, bu gülmürdü. Sonra o pərt olur. Biz belə eləməyək, adamları pərt eləməyək. Amma öz istəklərimizi belə pərt eləyə bilərik. Bu ədəbsizlik deyil. Adam öz istəyini pərt eləmək üçün desin, nə istəyirsən filan şey. Sonra nə olsun? O tamaşada var, qəzetləri qoyub qabağını oxuyur filan. Deyər, nə olsun? Onu oxuyur, deyər, nə olsun? Adam özünə, öz istəklərinə bu sualı versin hərdən. Desin, nə istəyirsən filan şey, deyər, nə olsun? Nə olsun? Sonra görürsən ki, çox şeylər həll olunacaq valla. Çox şeylər həll olunacaq. İnsan başa düşəcək ki, hara getməlidir, hansı istiqamətə yönəlməlidir. Deyirsəni, filan maşını istəyirəm sürmək. Sonra 2 həftə, 3 həftə, 4 həftə, 5 həftə müddəti var. O həvəs sönəcək. O həvəsi indidən söndür, sonra gedib yox, o maşını al, halal xoşum. Demirlər maşını alma. O maşını al, amma o ki var içində, bizcə o maşınım olardı. Bax, onu otur o istəyi qoy qabağından sonra. Sonra nədir? Bu dünyanın xüsusiyyəti budur. Axırda bir hədis deyim, sözümü tamamlayayım. Gəldi Peyğəmbərin yanına bir kişi. Dedi, ya Rasulallah, yadınızdadır, heç kəs yox idi yanınızda. Bir səhradaydınız. Bilmirəm necə olub bu hadisənin təfərrüatını, bilmirəm, amma mötəbər hədisdir. Yadınızdadır, mən sizə bir kömək elədim. Dedi, bəli. İndi mənim sizə ehtiyacım var. Mənim üçün dua eləyin. Peyğəmbər buyurdu ki, sən ki mən o yaxşılıq eləmsən mənim qərib vaxtımda. İndi mən sənə zəmanət verirəm ki, nə istəsən, bir dənə hacət dinən mən dua eləyim, zəmanət verirəm, qəbul olacaq. Ağıllı adam idi. Dedi, icazə verin, onda gedim fikirləşim. Məsələ mühüm məsələdir. Bir dəfə şans verilib mənə. Peyğəmbər deyib ki, duan qəbul olunacaq. Dedi, icazə verin, gedim düşünüm. Getdi, səhərsi gün gəldi. Dedi, ya Rasulallah, dua eləyin ki, Allah məni cənnətdə sizin həm dərəcə öz eləsin, sizin yanınızda olum orada. Peyğəmbər dedi ki, yaxşı dua elədim, bunu özün düşünmüşdün, yoxsa sənə kimsə dedi, yox, heç kəs demədi, özüm oturdum, fikirləşdim. Dedim, dünya malı istəsəm, nə istəsəm, müvəqqətidir, əlimdən çıxacaq. Cənnətdən də nəsə istəsəm, sizdən üstün adam yoxdur. Allah ən üstün nə varsa sizə verəcək. Mən də sizin yanınızda ondan istifadə edim də bundan o yana. Ən axır nöqtəni seçdim. Axı bu təfəkkür eləyib gərək mükafat alsın. Düşünüb gərək mükafat alsın. Mükafat da budur ki, Peyğəmbər buyurdu ki, zaminəm. Cənnətdə mənim yanımda olacaqsan, zəmanət verirəm. Təfəkkürün mükafatıdır bu. Heç nə eləmədi. Zəhmət çəkmədi. Başını işlətdi. Gəldi Peyğəmbərə dedi. İndi gedək biz də İmam Zaman ağanın huzuruna. Düşünək, qərarlaşaq deyə mən bunu istəyirəm.
Dedi ki, mən zəmanət verirəm, mənim yanımda olacaqsan, amma gedəndə bir söz də dedi. Buyurdu ki, ə'inni bi kəsrətis sucud. Sən də mənə bir işlə kömək elə, biraz çox səcdə elə, səcdələri uzun elə. Çünki ucalmağın yolu sınmaqdan keçir. Peyğəmbər ən uca zirvədir. O uca zirvəyə ucalmağın yolu sınmaqda səcdədə olur. Səcdəni təsadüfən seçmədi. Səcdə səni təmizləsin ki, mən qalan işləri mən gördüm. Biraz mənə kömək elə səcdələri uzatmaqla. Bu, mənim bugünkü söhbətimin sonu, nəticəsi. Mən 20 yanvar hadisəsinin ildönümü gəlir qarşıdan. Hər il biz şəhidlər xiyabanını ziyarət eləmişik keçən illərdə. İndi belə bir qərar var ki, məscidlər arasında da danışılıb ki, məscidlərdə də şəhidlərin xatirəsi yad olunsun. Mən indi elə sizlə də məsləhətləşirəm, özüm də belə düşündüm ki, bu il 20 yanvar günü, günorta namazında fikrim var ki, məsciddə bir məclis təşkil eləyək. 20 yanvar şəhidlərini yad eləyək, mən özüm də gəlib iştirak eləyim, bircə namaz qılaq, sonra da o haqda danışaq, sonra da Quran oxunsun məsciddə. Çünki bütün Azərbaycanda məscidlərdə Quran oxunacaq. Ondan da sonra indi baxarıq, imkan olsa bir şirniyyət ehsanı, hansısa bir çay süfrəsi də təşkil olunar. Məncə bu qərara uyğun olsa, yəni bu şəkildə keçirilsə, bu il fərqli olaraq gələn illərdə də indi vəziyyətə baxarıq. Yəni bu şəkildə keçirilməsi məncə daha yaxşı olar ki, məsciddə də indiyə qədər biz ki ziyarətə getmişik, vaxt da gün də qısalıb deyə vaxt olmur. Mən dedim elə bu il məsciddə bu həm bir çıxış olsun o barədə, həm də elə məsciddə 20 yanvar şəhidləri yad olunsun. Mən indi yəqin etiraz eləmirsinizsə, bu il istisna şəkildə, bu şəkildə bu məclisi keçirdək və mən xahiş eləyərdim ki, şəhidlərin anım mərasimində bacardığımız qədər iştirak eləyək, çünki biz şəhidlərimizə çox borcluyuq, olduqca çox haqları var bizim boynumuzda, ona görə də bu haqqı yad eləmək üçün bir yerə toplaşıb, onları həm xutbə ilə, həm də Quran oxumaqla yad eləməyimiz faydalı olar inşallah. Allah bizi şəhidlərimizdən, onları da Kərbəla şəhidlərindən kənara salmasın inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm əl-əəzzil əcəllil əkrəm və bil Hüseyni ya Allah, 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 ya Allah. İlahi əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. İlahi bağışlamamış bizi qəbr evinə aparma. İlahi hamımızın şəri olan hacətlərimizi rəva elə. Xəstələrimizə şifa mərhəmət elə. Ölənlərimizə rəhmət, qalanlarımızı haqqa hidayət elə. İzzətin xatirinə izzətimizi əlimizdən alma. Neçə nəfər xəstə var, məndən dua istəyiblər, xahiş eləyiblər, iltiması dua eləyiblər. İlahi, sənə and verirəm, öz istədiyim bəndələrə, bütün xəstələrə, xüsusən nəzərdə olan xəstələrə şifa mərhəmət elə. İzzətin xatirinə müsəlmanların izzətlərin əllərindən alma. Bütün şəhidlərimizi, xüsusən 20 yanvar şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə. İşğal altında olan Qarabağımızı azad eləməkdə bizə kömək elə. Bu torpaqlarımızın keşiyində dayanan əskərlərimizi yerin göyün bəlasından hifz elə. Allah ömrümüzün axırınacan bizə halal, biminnət, ruzu mərhəmət elə. Gələn günlərimizi keçən günlərimizdən xeyirli elə. İlahi bizi bundan artıq bir-birimizə mehriban elə. Dünyada İmam Hüseyn ağanın Kərbəlasının ziyarətindən, qiyamətdə o həzrətin şəfaətindən bizi məhrum eləmə. Ölənəcən, son nəfəsimizəcən bizə halal, biminnət, ruzu mərhəmət elə. Bu çətin şəraitdə öz rəhməti, bərəkəti xalqımızın üzərinə nazil elə. İmam Zaman ağanın mübarək olan qəlbin bizdən razı və xoşnud elə. Bağamızın